Salam, hər vaxtınız xeyir əziz İdman TV izləyiciləri. Nokaut verilişi növbəti buraxılışı ilə efirdədir. Bugün qonağımız ölkəmizi UFC arenasında təmsil edəcək həm yerlilərimizdən biri Fərman Həsənoğlu. Xoş gördük səni Fərman. Xoş gördük. Fərman, ilk olaraq başlayaq ondan ki, UFC ilə müqavilə necə imzaladın və bu proses necə baş verdi? UFC ilə müqaviləm Amerikada təlim məşq toplanışında olanda imzalandı. Mən artıq 3 ildir Amerikada LFA təşkilatında döyüşürəm. Bu da Amerikanın belə deyim, ən böyük 3-cü MMA təşkilatıdır. Yəni oradan çox idmançılar UFC ilə kontrakt bağlayır. Mən artıq orada 3 qələbəm var idi və kəmər döyüşünə namizəd idim. Orada may ayı üçün orada döyüş gözlənilirdi. Oradan da gözlənilirdi döyüş və menecerim də UFC-nin üzərində işləyir ki, UFC-dən kontrakt alınsın. Belə oldu ki, UFC-dən kontrakt gəldi. Yerli publika qarşısında sən döyüşəcəksən. Bir qədər çətin olmayacaq ki, ümumiyyətlə psixoloji olaraq özünü hazır hiss edirsənmi döyüşə? Bəli, psixoloji olaraq hazır hiss eləyirəm. Yəni əlbəttə bu yerli publika qarşısında döyüşmək fərqlidir xaricdə döyüşməkdən. Yəni vətəndə döyüşmək və bunun üçün biz də çalışırıq. Yəni maç gündəlikdə də psixoloji döyüşümüzə fokuslanaq. Yəni başqa bir yerə düşüncələr, fikir yayınlığı olmasın. Yəni inanıram ki, bunu da eləyirik. Psixoloji olaraq fokuslanmışıq döyüşə. Təbii ki, biz də yerli döyüş həvəskarları olaraq sənə inanırıq və güvənirik, ümid edirik ki, qalib gələrək hər kəs sevindirəcək. Sən necə fikirləşirsən? Ümumiyyətlə UFC-nin ölkəmizdə keçirilməsi yerli döyüşçülərin UFC ilə kontraktına təkan verdimi bir qədər yoxsa? Yəni bu Azərbaycanlı idmançılara əlbəttə inkişafına təsir elədi. Yəni Amerikada olsun, yəni başqa bir ölkələrdə olsun. Yəni Azərbaycanlı idmançılara daha çox maraq, daha çox liqalarla kontraktmı belə deyim. Yəni bu çox dəstək oldu Azərbaycanlı idmançılara, mən belə düşünürəm. Sənin rəqibin haqqında nə istərdin? Danışaq Erik Nolan, hansı ki UFC ilə yeni müqavilə imzalayan döyüşçülərdəndir o da və Contender seriya eyni zamanda UFC-də peşəkar bir döyüşü var və ilk döyüşdə də məğlub olub. Baysungura səhv eləmirəmsə məğlub olub və əslində onun keçdiyi yola hardasa nəzər yetirəndə bir növ fikirləşmək olar ki, hardasa münasib rəqib sayıla bilər. Hansı ki, welterweight çəki dərəcəsinə biz baxanda kifayət qədər böyük atlar var, elə İslam Makhachev başda olmaqla. Erik Nolan rəqib olaraq sənə səncə uyğun bir rəqibdirmi? Yəni onun yəqin ki, döyüşlərini izləmisən, analiz etmisən. Bəli, Erik Nolan'ın izləmişəm döyüşlərini, yəni onu tanıyıram. O Amerikada CFFC təşkilatının çempionu kimi gəlib UFC-yə. Təcrübəli idmançıdır. Daha çox ayaqüstü döyüş göstərir və nokautları çoxdur. Yəni buna uyğun biz də hazırlaşmışıq. Yəni ümid edirəm ki, maraqlı döyüş olacaq. Dəfələrlə bunun şahidi olmuşuq ki, bəzən lazım olanda parterə getmək zərurətdir. Yəni səndə necə, yəni o güləş tərəfindən hazırsanmı? Güləş və yerdə bitirmək, mən də bəzi döyüşlərimin əksəriyyəti elə bitir. Yəni mən MMA-dən əvvəl güləşlə məşğul olmuşam, sərbəst güləşdən gəlmişəm MMA-yə. Yəni ona görə belə deyim, döyüşlərimdə də mix eləməyə hər gedişata hazırsan belə deyək. Hə, ümid edirəm ki, yaxşı olacaq. Yəni istədiyimiz kimi, yəni game plan, belə deyim, döyüş planı İnşallah istədiyimiz kimi gedəcək. Fərman, hazırlıq harda keçib? Yəni hazırlığını harda keçmisən? Kimlərlə məşq etmisən? Hazırlıq prosesi Amerikada, Amerikan Top Team zalında keçib, təlim məşq toplanışım. Bu da dünyanın ən öndə gedən zallarından biridir. Bir çox UFC çempionları, UFC ulduzları, döyüşçüləri orada məşq edir. Təlim məşq toplanışım orada keçib, yaxşı təlim məşq toplanışım keçib və hazır. Bildirdin ki, Top Team-də yəni məşq keçmisən və orada da dünya ulduzları bir növ toplanır, elə adından da məlum olduğu kimi. Bəs orada hər hansısa bir fikir mübadiləsi, onun təcrübəsindən yararlandığın hansısa bir döyüşçü olubmu? Ümumiyyətlə UFC-də tərzini bəyəndiyin kim var? Orada bir çox döyüşçülər var UFC-də, UFC çempionları var, aşağı çəkidə UFC çempionu var. Orta çəkidə mən eyni çəkidə welterweightdə döyüşən Yaroslav Amosov var.
Ukraynalı döyüşçü, hal-hazırda UFC-də top 10-luqdadır və başqa bir çox döyüşçülər var, orada məşq elədiyim, bir yerdə məşq elədiyimiz. Çəkilər fərq eləmir, ümumiyyətlə, yəni tərzini bəyəndiyin, bu həm keçmiş döyüşçülərdən ola bilər və hazırda aktiv fəaliyyət göstərən döyüşçülərdən, yəni kimləri bəyənirsən? UFC tarixində gəlmiş keçmiş döyüşçülərdən belə bəyəndiyim döyüşçü Jon Jonesdur. Yəni onun döyüşlərini bəyənirəm. Mən istərdim bir qədər də sənin mübarizə aparacağın çəki welterweight-dən danışaq. Çünki hazırki çempion İslam Makhaçevdir və bu çəkidə biz ümumi döyüşçülərin adlarına nəzər yetirsək, burada Carlos Prates var, eyni zamanda Belal Muhammed var, Yangari var və bu kimi digər, yəni Jack Della Maddalena var, hansı ki, yəni kifayət qədər güclü atlardır bunlar. Düzdür, Prates şoya da qaçır. Hazırda onu döyüş həvəskarları bildirirlər ki, bəlkə də İslamla döyüşsə çempionluğu ələ keçirə bilər. Hər halda yəni İslam da çox üst səviyyədədir. Yəqin ki, öz çəkində döyüşləri izləyirsən. Əlbəttə top 10-luqda olan döyüşçülər ora gedib çıxmaq özü illər çəkir. Bəli. Yəni o top 10-da olan döyüşçülər, İslam olsun və ya digər döyüşçülər olsun, onlar artıq illərdir UFC-də döyüşürlər. UFC ilə eləsi var, 10 ildir kontraktı var, 10 ildir orada döyüşür, 8 il və ya 5 il. Yəni bu illər çəkir ora gedib çıxmaq. Bəli, inanıram ki, inşallah biz də gedib çıxacağıq ora. Yəni yaxşı döyüşçülər var, maraqlı döyüşçülər var. Və əlbəttə baxıram, yəni döyüşmək istədiyim döyüşçülər var top 10-da. Ümumiyyətlə ilkin qarşıya qoyulan hədəf nədir? Çox maraqlıdır. Yəqin ki, izləyicilərimizə də maraqlı olar. Çünki sən özün də bildirdin ki, elə top 10-luğa düşmək özü illər alır və təbii ki, ora gedənə qədər müəyyən bir etapı keçməlisən, aşmalısan. Yəni hazırki qarşıya qoyulan məqsəd nədir? Qarşıya qoyulan məqsəd əlbəttə ki, UFC ilə 4 döyüşlük kontraktımız var. Məqsəd odur ki, ilk öncə bu 4 döyüşlük kontraktı, 4 döyüşü belə deyim, yəni qələbə ilə bitirmək. Bu döyüşləri qələbə ilə bitirdikdən sonra, ondan sonra arxası inanıram ki, növbəti kontrakt, növbəti mərhələlərə fokuslanmaq olar. Yəqin ki, döyüşləri izləyirsən UFC gecələrini, həm Fight Night-lar olsun, eyni zamanda digər turnirlər olsun və son olaraq UFC Ağ Ev oldu və mən istədim, sənin fikirlərin də çox maraqlıdır. Yəqin ki, baxdın, İlya Topuria məğlub oldu gözlənilmədən, hansı ki, yəni şəxsən mən özüm yəni illərdir döyüşlər izləyirəm. Yəni İlyanı gözləmirdim açıq məğlub olacaq. Ümumiyyətlə o döyüşlə bağlı sənin fikirlərin var. Geyci ümumiyyətlə nə etdi? Yəni İlyanı bir döyüşçü olaraq döyüşü izləyib analiz etmək təbii ki, bir qədər fərqlidir. Döyüşçü olaraq izləmək fərqlidir, bir fanat olaraq izləmək fərqlidir. Çünki burada döyüşə hazırlıq prosesində bəzi məqamlar var, hansı ki, qıraqdan izləyənlər onu görməyə bilər. Əlbəttə Geyçi güclü rəqibdir, təcrübəli rəqibdir və narahat rəqibdir. Onunla yəni döyüşmək elə rahat deyil. Amma heç kim İlyanın da elə uduzmağını gözləmirdi. Amma burada yəni arxa pərdəni biz görmürük, nə proseslər. Çünki burada döyüşə hazırlıqda psixoloji hazırlıq var, çəki salma prosesi var, kampın təlim məşq toplanışını necə keçməyi var və yaxud çəkini salandan sonra döyüşə bərpa olma prosesi var. Onların heç birini biz görmürük. Hərdən ola bilir ki, idmançılar hansındansa əksik qalır, tam hazırlaşa bilmir və yaxud psixoloji olaraq hazırlaşa bilmir və yaxud çəki prosesi yaxşı getmir, bərpa prosesi düzgün olmaya bilir. Amma yəni bu proseslər də ola bilər, amma bu dediyim kimi MMA-dir, bilmək olmur. Hətta döyüş həvəskarları bildirir ki, İlya öz egosuna məğlub oldu. Sən necə fikirləşirsən? Yəni döyüşçü nə dərəcədə özündən əmin olmalıdır və kütləyə nə dərəcədə, yəni hansı qismdə onu çatdırmalıdır? Yox, əlbəttə özündən əmin olmalısan. Yəni özündən əmin olmayan insan ora çıxıb döyüşə bilməz. Çünki özünə əmin, güvənməlisən ki, orada döyüşə biləsən. Amma düzdür, o biraz tez qeyd elədi. İlyada bu normadan daha çox artıq idi. O güclü rəqibləri məğlub edirdi. Ondan əvvəl Max Holloway,
Charles Oliveira, onlar ikisi də Volkanovski və onu məğlub elədiklərindən ikisi də Gaethje-ni udub nokautla. Yəni bu ola bilər ki, ondan da irəli gəlsin biraz. Maraqlıdır ki, bir döyüşçü digərinlə döyüşür, məğlub olur. O da gəlir məğlub olan döyüşçü, məsəl üçün İlyanı udur. Hə, bu ola bəzən bu şeylər baş verir UFC-də. Bəli, bu şeylər baş verə bilər və bu şeylər dediyim kimi də ola bilər ki, idmançı hər döyüşə eyni hazırlıqla çıxa bilmir. Yəni burada yenə də elə məqamlar ola bilər, bir döyüşə tam hazır çıxa bilərsən, düzgün bərpa ola bilərsən, psixoloji kampın yaxşı keçir və ya elə bir döyüşün ola bilər ki, ora düzgün bərpa ola bilmərsən, psixoloji və ya hazır ola bilmərsən, bəzi çəki prosesi yaxşı getməz və ya hazırlıq. Yəni hər belə deyim, döyüşçü hər döyüşə eyni hazırlıqla çıxmaya bilir. Bunu da biz görmürük. Yəni ola bilər bir döyüşə tam hazır vəziyyətdə çıxıb, bir döyüşə nəsə bir problem olub, yəni onları göstərmirlər. Heç kim görmür. Onu bir döyüşçü bilir, bir komandası bilir. İlyanın özü İslam Makhaçevlə döyüşmək istəyirdi və dəfələrlə israrlı şəkildə bildirirdi ki, yəni mən səninlə döyüşmək istəyirəm və İslam da cavabında bildirmişdi ki, sən hələ yəni mənimlə döyüşəcək səviyyəyə tam olaraq özünü sübut edib. Yəni ondan sonra biz döyüşə bilərik və hətta məğlubiyyətdən sonra da yəni özü bir status paylaşdı və bildirdi ki, yəni sən hələ tam hazır deyilsən mənim səviyyəm. Səncə yəni P4P-də İslam Makhaçevin hal-hazırda bir nömrə olması yəni layiqdirmi o? Ordadırsa məncə layiqdir. Bəzən biz görürük ki, məsələn Xamzat Chimaev olsun, İlya Topurya'nın cəbhəsində olur, ona dəstək verir. Həmçinin elə çox uzağa getməyə Nazim Sadıqovun ölkəmizdə keçirilən döyüşündə onun məşq yoldaşı Merab Dvalishvili də Nazimin küncündə idi. Ümumiyyətlə bu kimi hallar nə dərəcədə döyüşə təsir edir? Döyüşə təsir edir əlbəttə sənin kornerində kimin olmağı və burada önəmli olan odur ki, sənin kornerin səni bilən, səni başa düşən, yəni bir yerdə məşq elədiyiniz, idman elədiyiniz, bir yerdə hazırlaşdığınız insan olmalıdır ki, çünki o bilsin eyni döyüş planı, yəni sənin döyüş planını bilən adam olmalıdır ki, o səni orada döyüşən vaxtı görsün, nələri düzgün eləyirsən, nələri eləmirsən. Hər raunddan sonra ola bilər ki, sən döyüşün içində o emosiya ilə onu görmürsən. Bəli. O sənə müəyyən taktiki gedişləri. Bəli, plandan, döyüş planından kənara çıxa bilərsən, o hər raundun sonunda deyə bilər. Hətta döyüşün özündə də bəzi məqamlar olur ki, orada da bəzi şeyləri sən görməyə bilirsən, amma kornerdən sənə deyirlər onu. Burada filan şey eləmək lazımdır filan. O xırda saniyəlik məqamlar da olur. Maraqlıdır, bəs burada döyüşdə yəni sənin küncündə kimlər olacaq? Mənim küncümdə burada döyüşdə İbrahim müəllim, Heydər müəllim və Warren, Amerikadan mənim müəllimim o olacaq 3 nəfər. Təbii ki, çox həyəcanlıyıq həmin döyüşlə bağlı və sən özün də bildirdin ki, tam olaraq hazırlaşmısan və bir raundda İlya demək olar ki, sarsıtmışdı Gaethje-ni. Hətta məşqçisi bildirdi ki, Gaethje-nin məşqçisi, yəni artıq davamlı zərbələr gəlsəydi, artıq Gaethje-ni demək olar ki, nokaut eləyəcəkdi. İslam, səncə yəni həmin anda öz küncündə olan o qıraqdan deyilənləri eşitmək olurmu, yoxsa yəni bunun üçün də psixoloji bir hazırlıq lazımdır? Bəzi məqamlar olur, eşidə bilirsən, bəzi məqamlar olur, eşidə bilmirsən. Çünki oradakı aura fərqlidir, orada emosiyalar, döyüşə biraz insan qapılır. Bəzən olur eşidə bilirsən, bəzən olur eşidə bilmirsən. O da vacib məqamlardan biridir. Yəni özünü biraz kontrol eləyib, orada kornerdə dinləmək tam lazımdır. olaraq yəni hər tərəfi fokuslanmaq lazımdır döyüşə. Fərman, yerli döyüşçülərimiz də burada oktagona çıxacaqlar. Həm Rafael Ataman Fiziyev olsun, eyni zamanda Nazim Sadıqov olsun, həmçinin digər. Ümumiyyətlə nə gözləyirsən onlardan, yerli döyüşçülərimizdən? Yəni yerli döyüşçülərimizdən belə deyim, hamıya qələbə arzulayıram əlbəttə ilk öncə. Yəni Rafael Fiziyevlə Nazim Sadıqov ikisi də təcrübəli idmançıdırlar və keçən il də qələbə ilə bitirmişdilər. İnanıram ki, ikisi də qələbə ilə bitirəcək. Rafael Fiziyev, yəni Gaethje ilə döyüşü olub. Yəni çox təcrübəli bir çox yaxın döyüş olub. Nazim Sadıqov da həmçinin təcrübəli idmançıdır. UFC-də qələbələri var. İnanıram ikisi də qələbə ilə bitirəcək. Az əvvəldə bildirdik, UFC-nin döyüş siyasətində bəzən idmançılardan o şouya qaçmaq, şou tələb olunur. Bəs
səndən gələcəkdə bu kimi tələblər olunsa nə dərəcədə hazırsan? Açığı o barədə düşünməmişəm. Şou falan. Yəni biz fokuslanmışıq idmanımıza. Düzdür, şou istəyirlər, amma hər adam onu O xarakterdən biraz asılı olan bir gərək şeydir və özündən gəlsin. amma sənə deyim ki, Fərman, ümumiyyətlə bax, Xamzatın özü olsun, elə düzdür, Həbib-Conor mübarizəsində bir qədər Conorun üzərinə daha çox iş düşdü və elə bu məqamla həm UFC-nin yüksəlməsinə, həm də hər iki adın bütün dünyaya tanınmasına təkan verdi. Bəzən İslam Maxaçevdə, Xamzat Chimayevdə, həmçinin digər tanınmış aparıcı UFC döyüşçüləri var ki, bu kimi məqamlara üstünlük verirlər və xüsusilə də burada sosial şəbəkə amili də yəni önəmli rol daşıyır. Bəs sən necə, yəni sosial şəbəkələrdən nə dərəcədə aktiv istifadə edirsən və çünki bilmək olmaz belə inşallah ki olacaq da artıq 4-5 döyüş ard-arda utduqdan sonra artıq izləyicilər səndən reaksiya gözləyir. Yəni daha çox aktiv olduğum, daha çox istifadə elədiyim Instagramdır. Düzdür, sosial şəbəkəyə elə çox meylli deyiləm, deyim ki, bütün günü. Hələ ki o mərhələdə aktiv sosial şəbəkə istifadə eləmirəm, amma Instagram aktivdir, yəni belə götürəndə. Fərman, yəqin ki Xamzatın da döyüşünə baxdın və Sean Stricklanddə məğlub oldu. Bu döyüşlə bağlı nə deyərdin? Çünki Xamzat Qafqaz regionundandır və xüsusilə də bizim coğrafiyada da kifayət qədər azərkeş kütləsi var və sevilir. Ümumiyyətlə Xamzatın məğlubiyyəti gözlənilən idimi səndə? Əslində hamı gözləyirdi tez bitirəcək, amma bitirməsə belə elə tez yorulacağını heç kim gözləmirdi. Yəni döyüşə baxsa bilirsiniz ki, yəni birinci raunddan sonra artıq gücü qalmır. Sanki uzandı belə döşəyə, yəni heç nəsə eləməyə cəhd etmirdi. Bəli, bəli. O çəki çox salmışdı və bərpa prosesi düzgün keçə bilmir. Bu yəni məlum məsələdir. Yəni baxan kimi görünür ki, düzgün bərpa ola bilməyib saldığı çəkini. Və ona görə də artıq birinci raunddan sonra döyüşə davam edə bilmir. Və çox maraqlıdır ki, sənin çəkində Carlos Prates bilmirəm bu şou qisminə daxildir. Yəni bir image qrubu özünə. Burada içki məsələləri var, digər amillər var. Ümumiyyətlə maraqlıdır. Yəni döyüşçü o formada nə qədər döyüşə bilər? Onu mən də bilmirəm, bu realdır yoxsa şoudur, amma yəni mən Amerikada da məşq eləmişəm, yəni orada da eləyirəm, burada da eləyirəm. Mən yəni elə bir idmanı görməmişəm realda. Yəni ki, yəni mən təlim məşq toplanışları və məşq elədiyim insanlar hamı disiplinlidir. Yəni elə bir insan, elə bir məşq yoldaşım olmayıb ki, deyim ki, yəni bu elə yanaşır. Tək sən deyilsən, əslində İslam Maxaçev də özü podkastların birində müsahibə verəndə demişdi ki, yəni mən illərdir məşq edirəm və Dağıstan disiplini deyə bir şey var, elə yəqin ki bilirsən. Yəni mən deyir belə bir insan görməmişəm. Hətta Nutella adlandırır Carlos Pratesi. Yəni döyüş günü Nutella yeyib, yəni digər məsələlər və döyüşə çıxıb qalib gəlir. Yəni bu bir qədər məncə qeyri-real görsənir, amma hər halda yəqin ki Prates eləyirsə, bilmirəm. Ümumiyyətlə fiziki dözümlülük amili, yəni insanın o genetika deyilən bir şey var da. Yəni bu rol oynayır da yəqin ki. Genetika əlbəttə rol oynayır, amma disiplin genetikaya qalib gəlir də, belə deyim. Ən önəmli şey burada disiplindir. Yəni disiplin olmadısa mən inanmıram nəticə olsun. Onu da dediyim kimi onu bilmirəm. Şoudumu, gerçəkdimi görməmişəm. Və burada bəzən idmançıların düzündə biz fiziki dözümlülükdən, genetikadan danışdıq və nəfəs problemləri yaşayan bəzən biz bura elə Zabit Magomed Şərifov var idi, hansı ki mən deyərdim ki, Qoat olmağa doğru gedirdi, lakin müəyyən problemlərlə UFC-dən kənarlaşdı. Merab Dvalishvilinin kardiosu deyirlər, çox güclüdür, lakin biz də son döyüşündə gördük ki, məğlub oldu və ümumiyyətlə kardio amilinə güvənib döyüşə çıxmaq səncə nə dərəcədə düzgündür? Tək kardio amili deyil, bir çox önəmli məqamlar var. Amma kardioda yəni ən önəmli məqamlardan biridir. Yəni orada kardio olmasa
Yəni mümkün deyil. Çətin. Əlbəttə çox çətindir 3 raund döyüşmək. Verilişimizin əvvəlində bildirdim ki, mən Jon Jones yəni fanatıyam, belə deyim, izləyirsən onun döyüşlərini. Əslində UFC izləyənlərin əksəriyyəti, yəni içimən qarşı, hamımız Jon Jonesa necə deyirlər, rəğbət bəsləyirik, çünki adam həqiqətən fantastikadır, belə deyək. Ümumiyyətlə son vaxtlar onun Aspinall'la müəyyən bir döyüş məsələsi var idi, hansı ki döyüşə bilərdilər, lakin dedilər Jon Jones qaçır. Sən necə fikirləşirsən? Yəni Jon Jones artıq öz yaşının fərqindədirmi? Yox, mən düşünürəm ki, o artıq idmanda elədiyini eləyib, karyerasını bitirib. Yəni Tom Aspinall bu elədir ki, Tom Aspinall kimi hər dəfə yeni bir insan gəlir. Bu hər dəfə reaksiya versə yeni gələn idmançılara gərək bu ömrünün axırına kimi döyüşsün. Həbib Nurmagomedov da İlya Topurya'nın məğlubiyyətindən sonra bildirdi ki, hər kəs bir gün məğlub ola bilər. Yəni bu qaçılmazdır. Sən vaxtında geri çəkilməyi və karyeranı bitirməyi yəni bilməlisən. Sənin döyüş stilin, eyni zamanda o xarakterini biz bilirik və ümid edirik ki, kəmər götürəcəksən UFC-də və niyə də yox. Sənə uğurlar arzu edirik, çünki ilkin mərhələdə hələ ki ölkəmizdə keçirilən döyüş gecəsində Erik Nolanı məğlub etməkdir. Bu döyüşdə də sənə uğurlar arzu edirik. Uğurların bol olsun. Sağ olun. Bəli, əziz izləyicilər, nokaut verilişindən çatdıracaqlarımız bu qədər. Yenidən görüşmək ümidi ilə hələlik.